Mən dəyərli Azərbaycanlıların məntiqin anlaya bilmirəm, onlarla dil tapa bilmirəm. 2-3 video çəkdim, bilirsiniz ki, bu yaşadığım Fransada Prezident hörmətli cənab Macron və onun həyat yoldaşının sayəsində yağan yağış, qar barəsində məlumat verdim. Buna görə ona təşəkkür bildirdim. Yer gəlmişkən yağış kəsib, 2 gün yağdı, yağış kəsib. Yenə də gözlərimə inanmıram. Siz də inanmayacaqsınız. Yerdə fikir verin, 1 qram yağış qalmayıb. Nəsə düzəldiblər, onun da Azərbaycanca adını bilmirəm. Fransızca kanalizasyon gedir. Bu suyun hamısını çəkir aparır. Buna görə də cənab prezidentə təşəkkür düşür. Yəni yer suyu canına çəkir də. İndi bilirsiniz, bəzi ölkələr var. Oradan göydən su töküləndə insanlar boğulur, ölür. Yollar falanlar bağlanır. Amma 2 gün dediyim kimi göydən su töküldü. Amma belə bir şey düzəldib hörmətli cənab prezident və onun xanımı. Su yerdə qalmır da, insanlar rahat yaşayır. Xülasə, öz mövzuma gəldim. Mən hörmətli cənab prezidentə layiq olduğu tərifli sözləri dedim. Biz tərif də demək olmaz, həqiqətləri dedim. Ona can sağlığı dilədim. Baxıram, nə qədər insan Azərbaycanlı buna görə məni yamanlayır. Nə bilim, ağızlarına gələn deyir. Mən bundan incimirəm, sizi başa düşürəm. Başa düşmədiyim odur ki, bax, bəzi ölkələr var, siz də onların adını tanıyırsınız. Orada prezidentə, dövlət başçısına, onun xanımına hətta layiq olmadığı xoş sözləri dediklərinə görə, tərifləri yağdırdığına görə dərsi 5 qəpiyə dəyməyən adamlara deputat mandatı verirlər, nazir kürsüsü verirlər, havayı ev verirlər, onları müalicə eləyirlər. Hə? Özdəki insanların pulu hesabına, büdcənin pulu hesabına o dərsi 5 qəpiyə dəyməyən adamları xanbəy kimi yaşadırlar. İndi qardaş, məndən nə düşmənçiliyiz var? Mən, sağ olsun cənab prezidentimiz Macron yağış yağdırır, qar yağdırır, gözəl hava verir. Buna görə mən minnətdar olan prezidentimizə onun haqqında gözəl sözlər deyirəm. Sizin cibinizdən bir şey çıxmır ki, niyə əsəbləşirsiniz? Bax, bundan məni hal eləyin, əziz dostlar.